Hamıya salam. Necəsiz? Bir çıxış heyecanlıyam. Uzun müddət video çəkmirəm. Deməli, bugün sizlə kargolarıma sözləyir. Ümid edirəm indən belə davamlı video ata bilərəm. Çünki universitetə görə aktiv ola bilmirdim. İnşallah olacağam. Temudan kargolarım var. Heç vaxt yolunu gözləyirəm ki, gəlsin. Şükür ya, bugün gəldi. Gəldiyi gündə çəkirəm. Necə sədaqətliyəm və necə. Özüm açdım, baxdım. Yalan danışmayacağım. Necə açdım, baxdım. Hamısını açmadım. Bəzilərini açdım da. İndi tamamilə sizinlə açacağım. Uzun müddətdə video atmamın səbəbi əslində həqiqətən universitetdə başqa heç deyil. Adaptasiya ola bilmirəm. Bilməm, bəzən modum aşağı olanda belə ata bilmirəm video. Editləmək olsun falan filan. Və telefonumda yerim yox idi. Siz bu video çəkmək üçün nə qədər şey silmişəm. Özümə bunun üçün sırf kamera almağı düşünürəm, yaxud nə bilim kart falan almağı düşünürəm. Çünki həqiqətən belə çətindir. Necə eləyirlər bilmirəm, amma 256 belə olsa mənə bəs eləmir. Nəysə, çox uzatmadan kargolarıma keçəyim. Bundan qabaq başqa Trendyol falan da vurmuşdum. Amma ki, bu da arxa fon qəşəng bir oda qəşəng bir açı tapa bilmədim. Neyse şoğa, paltara görmür. Yaxşı, biraz dağıtmışam otağı. Heç olmaz, nə olacaq? İnsani hali. Deməliyim. Üst hissəsini açmışam, yox. Buna 2 dənə olmalıdır. Uşaqlar. Çox şirindir. Çorapları almışam. Çox şirin deyil, uşaqlar. Siz necədir? Bunu sırf belə babət kimi də var idi. Amma birdən dedim, razılarım düz gəlməz deyə belə aldım. Siz necədir? Baxın. Bu hissəsini geyinirsiniz. Burasını bağlayırsınız. Çox şirindir. Bu qırmızı babətlə əla gedər. Bu qız idman eləyəcək. Şübhəli. Özünə karşı da belə görsənir bu. Nəysə də uşaqlar, siz necədir? Burada belə zamoku var. Burada da belə bağlanma yeri var. Bir xeyrini görsən təbii ki deyərəm. O birisi videoda da yazdı. İlk videomuzda demişdim, bir xeyrini görsəm deyəcəm və taxmadım. Çünki o bunun kimi bərk deyildi, bilmirəm. Taxasım gəlmədi. Taxadım, çox retik. Sonra paketin açdığım bir dənə, indi açmışam təbii ki, bütün hamısı buradadır. Belə bir dənə üst şöyle bir şey. Daha açıq mavi düşünmüşdüm, biraz tündür, problem deyil. İyimiz. Bu bilmem göstermiyor. Çıkış ayıp bir şey diyelim. Sadece siz nedir bu? Maykaların altından buradan görünsün diye almışam. Göstermeyeceğim. Ama bence kızlar bir dönem göstermiyorum. Evet de ayıp bir şey değil ya. Sadece olarak neyse göstermeyeceğim. Bir ara əməliyyatdan sonra ben çoxlu su içirdim. Sonra su içməyi yandırdım. Özümə belə qab almışam. Belə açılır bu arada. Yox, çox maraqlıdır. Su tökər. Belə tökülür. Çünki baxın belə açılır. Şu. Burada. Çox şirindir. Belə milli falan da yazılıbdır bura. Böyle qəşəng görsənir. İnşallah su içərəm. Almışam, bir zəhmət içeyim. Şöyle siz nə almışam? Baxın, belə ucuzlardım. Deməli, mən video çəkməsəm belə, yəni Temudan nəsə alırdım da. Bir dənə bornoz almışdım özümə. Burada yapıştırmaq üçün içində şeylər də var. Çift taraflı bantı da var. Bunlar ulduzlardır, gecə parıldayır. Bornoz almışam. Üstüne baxın, imini belə ulduzlar var, parıldayır. Bunu da istirdim ki, bu şkafa falan buraları bir yere yapıştırım. Kız özünə bir dənə kofta alıb. Olay. Oy, necə gözəldir bu. Şu an bu sırf üstündəki şəkilləri görə aldım. Normalda belə şəkli giyinmirəm. Çox maraqlı deyil. Çox qəşəng məncə. Material bombastik deyil. Temudan almışım çünki. Amma üstü qəşəngdir. Çünki belə maraqlı kofalar tapa bilmirəm. Mat deyirlər də bunu. Mat almış. Niyə idman edirəm? Bəli, bu qız idman edir. Fitness girl. Evdə yeyirəm uşaqlar, arada yeyirəm. Köklüklə bağlı ciddi problemlərim yoxdur. Ciddi yoxdur. Var amma ciddi yoxdur.
Normal mat çox uzundur bu arada. Bayaq baxdım. Dəhşətizm uzundur boyu. İş görür məncə. Sonra uşaq var. Baxın belə. Mənim deyil yarısı. Tadırışqama verəcəm. Şöyle bir açalım. İnşallah asılacaq. Bir beləsi var böyük. Sən bunu götürməyəcək bilirəm də. O belə balaca istəyirdi. Bir də yəqin ki bunu verəcəm. Bu ikisi mənim. Bu arada qaralmayandı. Normal düz sırqadır da. Qəşəng. Siz nə almışam? Baxın, şirin diye. Birisi də bunu belə taxırlar. Hə, buradan açılır. Bunun donlarından da taxmaq olar. Belə normal şalvarın üstündən də belə taxmaq olar. Heç çox qəşəng görsən. Məncə yubqalarla daha qəşəng görünər bu. Ümid edirəm qaralmaz. Qaralan bir şey oxşamır, amma belə göstərim. Ulduzdur. Ulduzları sevirəm. Mən bundan almışdım, amma qırdım. Çox sevirəm belə renkli şeyləri. Ha, aha üçün baxın belə rənglidir. Çox şirin görünür. Ümumiyyətcə mən hər şey rəngli sevirəm. Baxın belə üstündə rənglər olsun istəyirəm. Bunu da sırf belə rəng keçişi çox qəşəng deyə istəyirdim. Qırmışam, bir dənə də aldım. Şöyle bir şey var ama ne olduğunu çözemiyorum. Kartıyla bir dənə girişim. Sırqat şalvar. Baxın necə gözəldir. Bir dakika. Şöyle. Dizizlər üfti, çox qəşəngdir. Heç belə sırqam yox. Çox qəşəngdir. Star parçaları sona saxlamışam. Organizer. Bunu çox yüngül düşünürdüm. Değil bu arada. Deməli bu nədir? Hə, belə. Hə, canım deyəm. Toçqası. Uşaqlar. Sepləri falan qoymaq üçün almışam. Qarışır. Məncə çox qəşəngdir. Yox. Ağ aldım. Qara biraz ürəyimi sıxar deyə ağ aldım. Soxdum kameraya. Bu korset eşqim hardan gəlir. Amma korsetin hər şeyi düzəldə biləcəyini inanıram. Fitness girl olmuşam da. Fitness girl olmuşam. Bu siz nədir? Geyinməli bir korset. Bütün mırt görsən. Bu geyinməli bir korset. Amma çox mırt görsən. Altın göstərə bilmirəm. Nəsə də yine alt qarı üçündür. Bəlkə də beli yamaq üçündür. Bilmirəm, xoşlayıram da. Çox şirin deyir uşaqlar. Baxın, belə qaşlar almışam. Oydum. Bilmirəm, bu il çox dəbdədir. Rəngli makyajlar. Rəngli farpayı da sifariş eləmişəm. Gəlsin. Bir dənə kargoyda çəkəcəm. Sırf takı almışam bu arada. Tempodan takı almışam bəli. Paslanmayan da almışam, amma aralarında bilmədən bakır olanları da almışam. Yəni zamanla qarala biləcəkləri. Gəlsin. Onu çəkərəm. Amma çox gözəldir. Rəngi bərəngi və iminli belə balaca istəyirdim. Hər rəng var. Bir gün bilirdim ki, rəngli makyajlar geri dönəcək. Çox eləmirəm, amma çox sevirəm. Dirəşsəm eləyərəm və bir gün rəngli bir makyaj eləyəcəm, çəkəcəm. Uşaqlar, Bakıda yaşayırıq. İstidən cırılmayaq ya. Özümə belə bir şey almışam. Aslında bunu bayaq bugün idi, nə vaxt idi? Görünüm, 1 manatlıqlarda falan da satılmışdı, 5 manata. Elə mənim özüm də 5 manat almışdım. Telefonumun zaretkası söndü. Eski kəsildi, baxdım bir dənə qara ekran. Biraz zaretka qoydum ki, yığsın. Neyse, bunu göstərirdim. Uşaqlar, deməli, yəni cırhacırında pişməyək deyə belə bir şey almışam. Bu birinci kodudur. Bu ikinci kodudur. Bu da 3. Ama bir şey diyeyim. Metroda falan insan pişirdi. Metroda olmasa belə, yəni günlük həyatda belə çox isti olur da. Düşünürəm ki, əl tutacaq. Bu arada kalitelidir. Belə ipi var. Burasından ipi salırsınız. Sallanır da belə. Məncə almağa dəyər uşaqlar. Çox şirin görünüşü. Şöyle bir şey.
İndi göstərəcəyim şey bilsiz nəyə oxşuyur? Black Honey oxşuyur. Oxşur yox, sanki ondandır. Bilsiz necə açılır? Şöyle. Bu birincinin rəngidir. Bir göstərəcəm. Amma çox bilsiz lüks deyə. Konkret Black Honey-dir, yəni. Onun muadili yox, özüdür. İkinci renk belədir. Birincini daha çox hələ bəyəndim. Bu da 3. Abla pəmbə idi, daha şeydi. Yox. 3 də mən vuran tonlardadır. Qoxular da məni narahat eləmədi. Dönüşlər də çox zordur. Adı nədir? Lake Rain. Lake Rain çalır. Black Honey yox. Lake Rain. İndən belə budur. İkon parça göstərəcəm sizə. Yubka. Bəli, yubka. Bu ne bu da kaliteli. Bu da kaliteli gəlib ki. Belə bir yubka almışım. Belə reyazını. Çox şirinliyi. Belə uçuş bir şeydir. Bəyəndim. Normalde bəyənmirəm. Belə yubkaları əsla bəyənmirəm. Nasıl bunu bəyəndim. Çanta almışam. Bu içi doldurum. Şu an əsla açıq rəngli çantam yoxdur. Bir dənə ağ var, o da Karl'ın çantasıdır, visyo. Necə şirindir. Bunun başqa rəngləri də var idi, amma mən bu rəngini aldım. Ağı da var idi, amma mən ağ çanta sevmirəm. Şöyle bir şey. Məncə içi çox genişdir. Mən doldura bildiyi qədər doldurdum. Çünki malum gəlib və yolda əzilib. Çox şirin. Məsələn, aldığım yubkayla qəşəng kombinib geymək olar. Şöyle bir şey almışam uşaqlar. Bu səhvlər çox viraldır. İdi. Şu an bilmirəm necədir. Necə taxırdıqdan baxın. Hep merak eləmişəm bizdə. Belə. Siz necə? Yer kolyedə, Belə taxırsınız boynunuzdan, belə oradan. Neyse bildiniz. Şöyle bakın. Buraya bakın. Bir video çəkilən kimi axşam düşdü. Yaddaş dolur və məcbur təzədən yaddaş açmalı oluram. Neyse, sonra bir babetlərimə qalmışdı. Babetlərim çox şirindir, çox bəyəndim və kalitəsi yaxşıdır. Sifariş edə bilərsiniz. Dedim ki, alıram babet. Bir dənə də alım ayaqqabı. Yəni riskə gedirəm. Axıra kimi gedim. Uşaqlar, həqiqətən riskə getməmə dəydi, çünki çox qəşəng gəlir. Normalde giyinməyəcəyim bir tərzdə bir şey almışam. Ama çok şirindir. Niyə bilmirəm, bantikli şeyləri çox sevirəm. Bir dənə belə kabluklu ayaqqabı almışam. Bu da bu arada tam razılığımdır. 38 yazılıb, bu arada 38 giyməm. 36-37 giyinirəm. Sadəcə olaraq oradaki kılavuza görə sifariş verim. 38-23 cm idi. Ona görə də elə şeylərə diqqət edeyim. Bu da şirin bir kefte almışam. Bu da şirindir. Böyle bile çok şirin bir şeydi. Böyle bir şeydi. Matkalar sizde yani oydu. Realda daha güzel görsənir. Dəhşətdə yani. Oydu. Mən ömrümdə bu kadar gözəl parıldayan bir şey görməmişəm. Çox ciddi deyirəm. Güzel parıldayır. İndi oradan görünmür. Çok güzeldi. Ay niye görünmür? Elime bakın. Çok güzeldi. Yani dəhşət bəyəndim. Bu kadar neyi bəyənmişəm bilmirəm. Çok güzeldi. Aldığım en güzel far paletidir. Qiymətin haqqını verir cidden. Bundan başka renkler olsa yine alacağım. 100% garantide yani süper. Просто elim zər oldu. Bu kız gelip Titan göbək piercing aldı. Bəli. Qızmışam. Deşəcəm göbəyimə. Belə sadə bir şey aldım. Baxın belə daş var, mavi neymiş. Ürəkli belə bir daşı var. Minimalist, şirin, abartıya gerek yok. Valla belə bir şey almışam. Dediniz o nədir? Bunun şəklini tapsam buralara bir yere koyacağım. Zaten video boyu belə oturmuşam.
Bu bilsiz nədir? Nəsə də oyuncaqları içinə yığmaq üçün belə xalatdır. Mən burada Hello Kitty'lərim var, çoxdur. Mən bunu belə yığacam, divara vurmaq üçün belə şeylər də var. Divardan asmaq üçün. Bunun şəklini mən eləyib bura bir yerə qoyacam. Çox qəşəng olacaq və bunlara işıq da almışam. Biraz qəribə. Qəribə hissi var, amma olsun. Baxarsınız, bu çox qəşəng bir şey olacaq, görərsiniz. Qoxu həssasiyyəti olan bir insanam. Bu da... Mən boşu düşünürəm. Temu niyə özünü Yaponiya kimi aparır? Şət ambalajlarını... Ambalaj? Çox şey eləyiblər, bağlayıblar hər şeyin üstündə. Oradan... Qorxdum. Oradan bura gəlir, tökülməsin, itibat olmasın. Bunu ayaqqabının içində də vura bilərsiniz. Qoxu gəlirsə falan. Belə bədənimə vururdu. Belə ümumi də məncə qoxu üçün çox qəşəngdir. Təmiz bir qoxu takıntısı olan insan olduğum üçün almışam. Belə deyəsən başqa heç qalmadı. Yox uşaqlar, hər şey göstərdim. İndi küçük bir danışma edib, sonra bağlayacağım. Deməli, hər şey göstərdim uşaqlara. Fisə bu qədər idi karqom. Yəni qarşıda da bir dənə karqom var, gəlir. Ümid edirəm, o da gələndə bir video çəkə bilərəm. Qısa bir danışacağam. Deməli, uzun müddətdə video atmıram. Video atmaq istəyirəm. Bir fikirəm çox azdır. Universitet indi bitir. İndi daha rahatlayıram. Çəkəcəm. Maraqlı ideyalarım var. Amma necə deyim, fikir olsa daha yaxşı olar. Mənə yorumlarda fikirlərinizi deyin. Ki, məsələn, bunu çəksin çox qəşəng olar falan falan falan. Belə. Baxdığınız üçün çox sağ olun. Ümid edirəm, maraqlı bir video olmuşdu, düzdür. Mən başlayanda gün var idi, indi gün yoxdur. Çünki yaddaş doludu, çıxıb silirdim təzədən bir də. Həm bir ara telefonum da söndü, onu da nəzərə alaq. Maksimum dərəcədə maraqlı eləməyə çalışdım. Qarşıda maraqlı videolarım olacaq. Mənə takip edin uşaqlar. Bəli, mənə takip edin. Öpdüm sizi. Çox sağ olun izlədiyiniz üçün. Özünüzə yaxşı baxın.